Harabe kalbini sıkan Rukiye'ye selam ola. Yezid-i taxtıdan salan Rukiye'ye selam ola. Hocam, ürək sözümü deyirəm. Hanım Rukiye Aşura günü çəkdiklərinin aynısını Hərəbədə də yaşadı. Babasının başını təpsidə önünə qoyduqları zaman aynı acılar bir kez daha yaşadı. Və ona sahip olmaqla mükəlləf olan hanım Zeynəb də aynı şəkildə. O Rukiye'nin Hərəbədə çəkdiklərini görmək hanım Zeynəb üçün Aşurayı bir daha yaşamaqdır. Çox çətin günlər idi. Çox çətin günlər idi. Rukiye yaşında qızları olan analar qəblərini götürüb Şam hərbələrine getsə, hayatlarında eminəm ki, çox şeylər dəyişəcəkdir. Harabe kalbimi sıkan Rukiye'ye selam ola. Harabe kalbini sıkan Rukiye'ye selam ola. Yezid-i taxtıdan salan Rukiye'ye selam ola. Ayaklara tikan batan Gülü peygambere kurban Başına gamçiler değen Yetime hanıma kurban Başına gamçiler değen Yetime hanıma kurban Harabede ışık saçan Rukiye'ye selam ola. Veren guru yeri üstte can Rukiye'ye selam ola. Harabe kalbini sıkan Rukiye'ye selam ola. Yezid-i taxtıdan salan Rukiye'ye selam ola.